Bir daha da salam əziz həmvətənlərim. Araheydə Az İnformasiya Agentliyi olaraq mən İsmail Zalov, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru. Hal-hazırda biz İstanbuldayıq. Biz həmvətənimizi müdafiəyə gəlmişik. Tam əminəm ki, İstanbulda məhkəmə, haqq, ədalət öz yerini tapacaq. Türkiye dövləti də hüquqi dövlətdir. İnşallah çox bir kısa zamanda sizlərlə şad xəbəri də görüşəcəyik. Təbii ki, qanun şahdır. Kimliyindən asılı olmayaraq qanunu pozmaq olmaz və qanuna da hörmət etməlisən. Biz həmişə fəxr etmişik ki, biz Azərbaycan dövlətinin vətəndaşıyıq. Azərbaycan dövləti hüququ, demokratik bir dövlətdir. İnşallah haqq, ədalət öz yerini tapacaq. Qısa zamanda və sizlərlə də şad xəbəri paylaşacaq. Məhkəmə prosesi gedir. İnşallah qalib olacaq. Araya Az İnformasiya Agentliyi. Məhkəməyə qalib olduq. Məhkəmədə hamımızı təbrik edirəm. Ve bütün dünyaya bir daha gösterir ki biz büyük halkız. Bugün nəinki Azərbaycan vətəndaşları, bütün dünya Azərbaycanlıları başını dik tutup bizim üzümüz aktır, alnımız açıktır. Biz müzəffər halkız, galip dövlətik. Salam əziz həmvətənlərimiz, Araheydə Az İnformasiya Agentliyi olaraq İstanbul Ədalət Məhkəməsinin rəhbərliyinə öz təşəkkürümü bildirirəm ki, bizə belə şərait yaratdı. Vəkillərin formalarıyla, mantolarıyla tanış oluruq. Məhkəmənin, İstanbul Ədalət Məhkəməsinin muzeyindəyik və həqiqətən də baxırıq, görürük. Çox gözəl, səliqəlidir. Güzel mantolardır, həqiqətən də. Bu formaları. Və əziz həmvətənlərim, burada gözəl fikir verilmə gözəl şeyler düzəldirlər, həddindən artıq gözəl bir şey bələdçilər yaradırlar, hakimlərdir, vəkildir, gözəl, ədalət mərkəzi, çox səliqəli. Ona görə gəlin, əziz həmvətənlərim, fərqi yoxdur dilindən, əqidəsindən asılı olmayaraq, qanunu pozmayaq, qanuna riayət edək, azadlığımızın qədrini bilək. Həddindən artıq düz söyləyirəm. Gəlin, azadlığımızın qədrini bilək. Cinayət törətməyək, qanunu pozmayaq. Cinayət törədəndən sonra, qanunu pozandan sonra çox gec olur peşmançılar. Azadlığımızın qədrini bilək.